Nizami Gəncəvi əsərlərində bəsirət, yəni dərin idrak və mənəvi gözəllik anlayışı xüsusi yer tutur. Onun əsərlərində zahiri gözəlliklə yanaşı insanın daxili dünyasına, mənəvi kamilliyinə böyük önəm verilir. Xüsusilə Xosrov və Şirin, Leyli və Məcnun və İskəndərnamə kimi əsərlərində bəsirət, hikmət və əsl biliyin mahiyyəti açıq şəkildə vurğulanır. Məsələn, İskəndərnamə poemasında Nizami, İskəndərin zahiri gücündən daha çox onun mənəvi axtarışlarına diqqət yetirir. O, həqiqi hikmətə, daxili görmə qabiliyyətinə malik olan insanın dünyaya həqiqi işıq gətirə biləcəyini göstərir. Bəsirət anlayışı Nizaminin sufi fəlsəfi dünya görüşü ilə də bağlıdır. O, zahiri aləmin faniliyini və insanın mənəvi tərəqqisinin əhəmiyyətini qabardır. Onun qəhrəmanları sadəcə gözəlliyi və var-dövlət